Namaz qılmırsan, cəhənnəm odunda yanacaqsan. Başını bağlamırsan, cəhənnəmdə yanacaqsan. Qaçqınqa qışda Qazanushka ilə gedirlər məktəbə. Mən təkəm meydanda, mən bacarmaram mən bunlarla. Bir dənə qadın gəldi, kürəyindən bir dənə vurdu. Başımı bağla. Həyat yoldaşım, qızıldı, qızıl. Mənim də 2 yaş böyük olmağım çox başıma qaxınçdı. Şalvarın ayağını niyə qatdalamsın? Niyə? Ayağın görsənsin deyə. Ortalıqda da bayağı musiqi oxuyanlar, pul verirlər. Çox qəddardılar, çox qəddardılar. Bugünkü gündə sənətdə tutduğum yerdən məmnun deyiləm. Nə qədər çox yazırlar, mənim xeyrimədir. Mənim günahlarıma yığırlar. Könüllü danışın bu dəfəki qonağı müğənni Xuraman Şuşalı. Necəsiz? Şükür, yaxşı. Siz necəsiz? Salam aleykum. Yaxşı. Belə sualla başlamaq istəyirəm. Bir verilişdə dediniz ki, Range Rover almaq üçün mən də bayağı mahnı oxuyacağam. Düzüm deyim ki, bugünkü gündə qazanc artıq sırf toylardadır. Yəni, biraz da elə bir ki, yüngül musiqilər daha dəbə gəlibdir. Mən kantası gözəl, ancaq biraz, necə deyərlər, belə daha toy gətirəcək, yəni biznes, qazanc gətirəcək tərəfdən belə mahnılarım edirəm indi hal-hazırda. Amma yenə də savadlı şəkildə, savadlı musiqi, savadlı aranjman, gözəl, daha necə gəldi yox. Bu da sintezatorun səsini qoyurlar, çukudu, elə yox da. Samballı. Əlbəttə ki, bugünkü gündə mənim də qazancım əgər toylardandırsa, Allah hamının qapısına toy qismət eləsin. Allah hamıya toy nəsib eləsin. Bütün qızlarımız, bəylərimiz evlənsinlər. Biz də toy istəyirik də, bizim niyyətimiz toydur, düyündür. Bəli. O da olacaq. Düzdür, tam sırf bayağı şəkildə yox. Mən belə desəm özümü təhqir etmiş olaram. Ancaq bir həm belə deyim də, həm zarafat idi, həm də zarafatın içində kiçik bir gerçək, bir biznes. Dilim deyir. Neçə vaxtda bir bayağı mahnı ilə Range Rover almaq olar? Yox, əslində bu bir, necə deyim, burada çox şeylər var. Savadlı musiqiçilər, savadlı bəstəkarlar, hər kəs çəkilib kənara, ortalıq qalıb boş. Ortalıqda da bayağı musiqi oxuyanlar, pul verirlər. Onlar da necə o insan, onları PR edən insanları dolandırırlar, artıqlaması ilə pul verirlər. Onlar da onları PR edirlər. Reallıq. Çünki mən təkəm meydanda, mən bacarmaram mən bunlarla. Onlar bir, necə deyərlər, çoxluqdular. Çoxluqla da bacara bilməzsən. Bunlar səni gəlib belə sel kimi apararlar. Mən də çünki çox rast gəlmişəm bu aralar ki, TikTokda etdiyiniz bir zarafat xəbər saytlarında başlıq olaraq ki, ərinin qadağasını saymadı, Xuraman qaynanasına söz atdı, ərinin ailəsinə kinayə ilə yanaşdı. Bu aralar çox rast gəlirəm. Belə bir ki, mən yenidən ki, geri dönüş edirəm və bu geri dönüşüm narahat edir. Baxsaz insan deyiləm də, yəni heç kəsə pislik eləyən insan deyiləm, heç kəslə işim yox, öz işim, öz gücüm, özün gördün ki, bura necə qaça-qaçdan gəldim. Yəni mənim belə bir zamanım yoxdur, oturum kimlərinsə həyatını müzakirə eləməyə vaxt ayırım və yaxud da ki, kiminsə karyerasına nəsə ziyan vuram, nəsə artıq danışam, nəsə deyəm də. Nə var onu danışan bir insanam, hətta üstün örtən bir insanam da, yəni ki, daha sərt danışa bilərəmsə, çalışıram ki, onu saxlayam. Çünki ya təkəbbürlük olar, ya qəlbinə dəyərəm. Bundan qorxuram, bu şeylərdən qorxuram. Ancaq baxıram ki, yox, belə çox qəddardılar. Çox qəddardılar. Və bu məni kövrəldir. Peki bu toy bazarına
qayıtmaqla bağlı. Çünki bir açıqlamanız da oldu ki, əvvəl ancaq qadın məclislərinə gedirdim, Bəli. içki olmayan məclisə Bəli. gedirdim, indi bütün məclislərə gedəcəm. Bəli. Yəni burada da bir Mən ayıb əslində bir şey yoxdur. fikirləşirəm ki, bu elə bir tərəfi də odur ki, Xuraman gəlir toylara artıq, Xuraman toylar alacaq əlinə. Çünki vaxt olubdu ki, yəni indi də yenə olacaq. Mən bilirəm ki, olacaq. Yəni ki, olubdu ki, bütün toyları mən oxumuşam. Ya onun qorxusudur, bilmirəm ki, nəyin qorxusudur. Amma insanlar bilməlidirlər ki, ruzini verən Allahdır. Harda olursan ol. Nə edirsən et. Bu yaxında bir məclisim var idi. Azərbaycandan kənar idi. Behdə göndərmişdilər həmin insanlar. Sonra dedilər ki, Xuraman xanım nəysə alınmadı, gün dəyişdi falan. Amma mən bilirəm ki, orada başqa bir müğənnilər var idi. Sırf onlar yolumu bağladılar. Niyə? Valla mənim sizin heç nəyinizdə gözüm yoxdur. Allah nəyiniz var, sağlığınıza qismət eləsin. Rəbbim olmayanlara da versin hər şey. Yəni, şükür Allaha, mənim də özümə görə əldə etdiklərim var. Bəs evdə necə qarşılanır bu cür xəbərlər? Həyat yoldaşınız necə reaksiya verir? Deyirmi çəkmə, eləmə bu zarafatları? Ailəmə atacağım sözü kamera vasitəsilə niyə deyirəm ki, bu mənim ailəmdir də, mənim evimin içidir də. Yox, çirez kamera nəysə göndərim ki. Yox, amma həyat yoldaşım onunla çəkilişlərini xoşlamır, sevmir. Mən də ki, biraz höcət adamım. Biraz höcət adamım, öz bildiyimi belə heç kəsə verməyən adamım. Biraz elə bir qəlbimə dəyir, tutam ki, deyir ki, çəkmək falan eləmə. Biraz pis oluram. Sonra elə bir ki, üstündən bir 3-4 gün keçir, görürəm ki, yox, hər şey yaxşıdır. Tap götürüb çəkirəm. Özümdən aslında o gəlir mənə. Beylər var ki, deyir ki, xanıma, sən hicaba keç, mən səndən evlənim. Bu dində necə qarşılanır? İslamda heç bir məcburiyyət yoxdur. Allaha xatir bunu etmək lazımdır. Yəni bizi yaradan Allahdır, bizi yaradan həyat yoldaşımız deyil. Və əgər bunu edirsənsə, Allaha xatir edərsənsə, nə xoş sənin halı var. O iş ki Allaha görədir, onun gözəlliyi, mükafatı bir başqadır. O iş ki ərə görədir, nə bilim, onda mükafatını əri verərdim. Yox, məndə elə deyil. Yəni əgər mənə sözü ünvanlayırsınızsa, yox, mənim həyat yoldaşım istəyibdir, ancaq bu qərarı mən özüm vermişəm və Allaha xatir etmişəm, icablı və hicabsız. Fərq etmir. Biz hamımız Allahın bəndəsiyik və sevimli bəndəsiyik. Çünki Allah bizi yaradıbdır. Və qaldı ki, kimsə hicabdadır, kimsə hicabda deyil. Ay, sən hicabdasan, cənnətə gedəcəksən, elə şey yoxdur. Onu Allah bilər, sən bilərsən. Onu, yəni, Allah bilir də, mən heç kəs onu qərar verə bilməz. Sadəcə olaraq mənim bu ruhuma daha rahatdır. Mən bu addımı edəndə 2013-cü ilin fevral ayı idi, fevral ayının 16-sı idi. Yəni, istədim, bu addımı atdım. Siz hicaba keçən ərəfədə davamlı xəbər çıxırdı ki, açacaq onsuz başına, boşanacaq. Xuraman Şuşalı tam dəyişdi, insanlar ona inanamadı. Yazırlar da, yazsınlar da. Əslində onlar yazanlar nə qədər çox yazırlar, mənim xeyrimədir. Nə barədə xeyrimədir? Mənim günahlarımı yuyurlar. Mənim, necə deyirlər, yükümü götürürlər. Belə, götürsünlər. Halal xoşlar. Bəs ifaçılığınıza din necə təsir eləyir? Bilirsiniz, mən İslama gələndə, uşaqlıqdan belə deyim də, 2005-ci ildən namaz qılıram o öz yerində. Bilirsiniz, İslamın bəzən insanlara qorxunc belə, namaz qılmırsan, cəhənnəm odunda yanacaqsan. Başını bağlamırsan, cəhənnəmdə yanacaqsan. Mən o fikirdə deyiləm. Mən Allah elə zalim deyil. Yəni, Allah mənim namazımı neynir? Allah mənim hicabımı neynir? Allaha ehtiyacdır mı mənim namazım, hicabım? Bu mənim özümə lazımdır. Mən nə edirəmsə özüm üçün edirəm. Yaxşılıq eləyirəm, özüm eləyirəm. Pislik eləyirəm, yenə özüm eləyirəm. Yəni, o mənim özümə qayıdacaqdır. Yəni, bəzən İslam belə qorxunç şəkildə. Bir dəfə mən o vaxtda, elə baş açıq vaxtımdan gedir, meçidə getmişdim. Yaylıqdır da, sürüşüb başımdan düşübdür. Bir dənə qadın gəldi, kürəyimdən bir dənə vurdu. Başını bağla, meçiddəsən. Belə baxdım. Cümə günü idi özdə.
avtomatik olaraq mən o məsciddən durdum, çıxdım. Gəldim başqa bir məsciddə oturdum. Hə. Yəni onda həm subay idim, həm başım açıq idi, həm show biznesdə idim. Ancaq yenə də cümə günləri məscidlərə getməyi sevirdim. İbadətim var idi. Ancaq ibadətim də var idi. Burdan da belə qısa ətəkdə geyinirdim. Başım açıq idi. Yəni demək istəyirəm ki, azad idim. Hə. Burada bir qəbahət görmürəm, amma deyir insanın günahından xəbərin olar, insanın tövbəsindən xəbərin olmaz. Heç kəsə ixtiyar verilməyibdi ki, ya o qısa geyinəni müzakirə eləsin, absurdat eləsin, ya başı bağlı absurdat eləsin. Hər kəs özünə cavab verəcək. Heç kəs mənim yerimə gəlib qəbirdə yatmayacaq. Heç kəs mənim yerimə sorğu-sual olmayacaq. Heç kəs mənim yerimə günahlarıma cavab verməyəcək. Heç kəs də mənim yerimə savabımı götürməyəcək. Dadır. Yəni Allah özü köməyimiz olsun ki, bundan biraz qutaraq. Onunla absurdat eləmək ki, bu şalvarın ayağını niyə qatdalamısan? Niyə? Ayağın görsənsin deyə. Bax, qeybət. Qeybət. Və sən nə evə lazımdır, özü bilər. Müğənni Aminə Şirin mənə müsahibəsində dedi və çox müzakirə olundu ki, o da dedi ki, dini səhv təqdim edirlər, açın Quranı oxuyun. Məsələn, orada Qurban bayramı yoxdur. Allah sizdən qurban istəmir, qan istəmir. Bilirsən, bax mən çox danışa bilərəm də İslamdan. Və mən çox sevinirəm ki, mən bu günə qədər çox İslam haqqında danışmamışam. Çünki zaman getdikcə insanın baxışları dəyişir. Vaxt var idi, mən düşünürdüm ki, mən Allahın əmrinə tabe olmasam, Allah mənim sevdiklərimi əlimdən alar, məni cəzalandırar. Nə bilim, nəsə eləyər də. Bir də fikirləşirdim ki, Allah Taala mənə bunu eləyibsə, tutalım ki, mənə evlad veribsə, mən də Allahın istədiyini verim Allaha. Əslində bu yaxşı tərəfdir fikirləşdiyim. Amma birinci dediyim, mənim əlimdən nə isə alar, bu kimi şey. Bu şey qorxudur da, qorxaraq özünü yığışdırmaqdır. Başa düşdün? Mən, yəni, dini mövzuda çox danışmaq istəmirəm, çünki insan zaman getdikcə fikirləri dəyişir. Oxuduqca fikirlərin dəyişir, yaşadıqca fikirlərin dəyişir. Əslində Əminənin bəzi sözləri ilə, bəzi fikri ilə razıyam. Bu arada onu deyim ki, Əminənin dünyaya baxışını çox xoş duyuram. Qızı çox sevirəm. Yəni, özü ayaq üstə durmağa çalışan, belə insanları, tək Əminədən getmir söhbət, belə xanımları çox sevirəm. Yəni, biz güclü olmalıyıq. Əlbəttə ki, belə deyəndə deyirlər ki, güclü yox, xoşbəxt olaq. Həm güclü olaq, həm xoşbəxt olaq. Hər bir xanım xoşbəxt olmalıdır, hər bir xanım güclü olmalıdır. Həyat bunu tələb edir. Mən hicaba gələndən sonra Allah mənə belə bir yollar açdı ki, yəni mənim birinci nəfsimi aldı əlimdən. Mən o dünyanı istəmədim. O şanı, şöhrəti istəmədim. İkinci, o ki, geyimlər var ki, ya mən onları pul verib alırdım. Onlar mənə pulsuz gəldi. Reklamla gəldi. Deyirlər ki, bir münasibətdə toy olacaq. Bir münasibətdə qadın kişidən böyükdürsə, o münasibət daha yaxşı, möhkəm olur. Səni hara vurursan bu nöqtəni? Siz də yoldaşınızdan 2 yaş böyüksünüz. Razısınız? Bəzən də deyirlər ki, kişi razısan. Bəzən deyirlər ki, kişi qadından bir 10 yaş böyük olsa yaxşı olar. Yox. Qadın böyük olsa yaxşı olar. Nə bilim, ay bacım, mən həyat yoldaşım qızıldır, qızıl. Ay Allah, mən onun haqqında inşallah heç vaxt pis danışmayım. Yəni, o hadisə baş verməsin, elə bir hadisə baş verməsin. Doğrudan da şükürlər olsun ki, onu tanıyanlar, onu çox sevirlər, ona çox hörmət bəsləyirlər. Mənim də 2 yaş böyük olmağım çox başıma qaxınçdır. Boynuma alıram. Hətta arada həyat yoldaşım da deyir ki, sən mənə 2 yaş böyüksündür. Düzdür, bizim aramızda çox gözəl zarafatlarımız var. Mən deyirəm ki, ay sən 2 yaş bala məndən kiçik olmağıma qurban olsunlar. Nə deyirəm? Yəni 2 yaş böyük olmaq yaxşıdır. İllər sonra Şuşaya gedəndə nə hisslər keçirdiniz? Ay Allah, ay Allah, necə dəhşət bir hissdir. Çox dəhşətli bir hissdir. Şuşadan mən çıxanda mənim 8 yaşım var idi da. Əslində çox istəyirəm Şuşaya köçmək. Yaşamaq istəyirəm Şuşada.
Bilmirəm hara müraciət etmək lazımdır buna görə. Çünki mən 18 yaşım olanda avtomatik olaraq Bakı propiskasına düşdüm. Nətərsə bilmirəm, şəxsiyyət vəsiqəsini alanda belə bir hal baş verdi və biz də onun ardıca getmədik. Çünki konservatoriyada oxuyurdum, dərslər filan. Mən Bakı propiskasındayım. Ancaq ki, yenə də Şuşaya köçmək istəyirəm. Şuşada yaşamaq istəyirəm. Məktəblərin birində təhsil verərəmsə, nə bilim, işləyərəmsə, nə xoş mənim halıma. Çünki ora bir başqadır. Orada insan bir başqa xoşbəxt olur. Orada insan, mən Kərbəla ziyarətində də olmuşam, Ümrə ziyarətində də olmuşam. Və oralara gedəndə qanadım elə bil ki, var idi da. Mən elə bildim ki, uçuram. Bax, mən Şuşaya da gedəndə, 30 ildən sonra da, mənim elə bil ki, qanadım var idi. Mən orada uşaq kimi gülürdüm. O gülüşümdə bir uşaqlıq var idi. O çəkilişlərə gəlib qulaq asıram, baxıram, deyirəm, ay Allah, necə xoşbəxtəm. Necə bu səs neçə vaxt eşitməmişəm də mən bunu da. Allah heç kəsə o günləri yaşatmasın. Düzdür, biz didərgin gələndən sonra biz çox aşağılandıq. Bəzi insanlar tərəfindən dedilər ki, gəldilər, şəhəri pis günə qoydular. Düzdür, hamıya şamil etmək olmazdı onlara da. Yəni bizi belə necə deyərlər, oldu. Sevənlər də oldu, sevməyən, qucaq açanlar da oldu, qucaq açmayıb belə də, yəni ironiya ilə baxanlar da oldu. Yəni amma çox pis bir hissdir didərgin olmaq. Oturam arada fikirləşirəm ki, mənim 8 yaşım var idi. Mən görəsən 8 yaşıma görə nə etmişdim ki, bu qədər əziyyətli həyat yaşadım. Bu qədər tutalım ki, aşağılandım, acı sözlər eşitdim. Mən demişdim də, bir dəfə də demişdim. Məktəbdə zabitçimiz məni çox incidirdi. Yəni çox belə acı sözlər deyirdi. Ey qaçqınqa, qışda pasanuşka ilə gedirlər məktəbə. Bu sözü bir müəllimədən, ali təhsilli bir insandan eşitmək, 5-ci sinifdə oxuyan bir qız nə edə bilər ki, bu qadın buna bu sözü desin? Yəni mənim nə qəbahətim olar ki, bu mənə bu sözü, bu aşağılamanı eləsin mənə, sinifdə, uşaqların içində. Yəni bu hansı çərçivəyə sıxır görəsən? Ya bunun psixologiyasında problem var imiş. Ya mən buna nə etmişəm? Oturam orada fikirləşirəm ki, görsən mən buna insana nə etmişdim ki? Onun kimi minlərcəyə belə hallar olubdu. Amma uşaqlığımla qarşılaşsaydım, sosial şəbəkədə belə bir trend var idi. Deyirdilər ki, mən getdim, uşaqlığımla görüşdüm, bunu dedim, o mənə bunu dedi. Siz qarşılaşsaydınız, nə deyərdiniz? Əslində, mən o Şuşaya gedəndə uşaqlığımla təkrarən qarşılaşdım. Nə bilim. Nə bilim, deyərdim ki, sənə malades. Sən çox yaxşı, çox ağıllı. Sən hər şeylə yaxşına layiqsən və yenə də o kiçik xuramanı öldürmə, yaşat. Belə, nə bilim. Son sualımı verirəm. Buyur. Bütün qonaqlara bu sualı verirəm. Son sualımdır. Könüllü olaraq nəyi etiraf etmək istəyirsiniz? Könüllü olaraq onu etiraf etmək istəyirəm ki, bugünkü gündə sənətdə tutduğum yerdən məmnun deyiləm. Tam şəkildə narazıyam. Bu, hər kəsə etibar etməyimdən, hər kəsə insafla yanaşmağımdan, çox, bugün artıq son nöqtəni qoydum özümdə. Başa düşdüm ki, olmaz. Bu oyunun kuralları var və sən burada öz kurallarını qura bilməzsən. Bu oyunun öz kuralları var və buna tabi olmalısan. Tutalım ki, sən getdiyin efirdə qadağalar qoymalısan. Deməlisən ki, mən filan kəslə gəlirəm efirə. Çağırırsınız, çağırın. Çağırmırsınız, çağırmayın. Yəni, ürəyin prodüsera ağrımamalıdır ki, eybi yox da, bu, tutalım ki, Platna, var da efirlərimizdə, Platna bir müğənni çağırıb da, eybi yox da, bu da qoy qazansın, evinə çörək aparır da, eybi yox, məndən nə olar ki, məndən qoy yaxşı mənada istifadə eləsin də,
mənim yanımda onu çağıracaq, o da pul qazanacaq. Amma baxıram ki, mənim karyerama çox ziyan vurur.